Namiq müəllim, vergilərin müəyyən edilməsinin əsas şərtləri hansılardır? Təşəkkür edirəm Pərviz bəy. Vergilərin müəyyən edilməsi Vergi Məcəlləsinin 12-ci maddəsində çox rahat şəkildə qeyd edilibdir. Vergilərin müəyyən edilməsinin əsas 6 şərti var. Birinci, vergi tutma obyektinin müəyyən olunması, üzərinə vergi qoyulmuş hissə, yəni biz nədən vergi tutacağıq. İkinci, vergi tutma bazası, biz hansı hissədən vergiləri hesablayacağıq. Üçüncü, vergilərin dərəcəsi, biz vergi tutma bazasına hansı vergi dərəcəsini tətbiq edəcəyik. Dördüncü, vergilərin dövrü, yəni hansı dövrdən biz bu vergiləri ödəmək və ya hesablamaq məcburiyyətindəyik. Beşincisi, vergilərin hesablanma qaydası, yəni vergilərin hesablama metodologiyası, hansı üslubla hesablayacağıq. Şərti olaraq bir misal üzərində göstərdim. Deyək ki, əmlak vergisi, əmlak bizim vergi tutma obyektimizdir. Hesablanmış metodologiyaya görə çıxarılmış baza bizim vergi tutma bazamızdır. Vergi dərəcəsi müəyyən olunmuş vergi məcəlləsində faiz və ya əmsaldır, normadır. Əmlak vergisində 1%-dir, orta illik əmlakın dəyərinin 1%-i. Orta illik əmlak deyəndə isə biz bunu hesablama metodologiyasından hesablamalıyıq. Yəni, ilin əvvəlində olan əmlakın qalıq dəyərinin üzərinə, ilin sonunda olan əmlakın qalıq dəyəri gəlir və toplanır, bölünür 2-yə, vurulur 1%-ə. Və sonuncu şərtimiz də vergilərin hesablanması və ödənilməsi müddəti. Burada isə biz hansı dövrdən bir hesablayıb və vergiləri ödəmək məcburiyyətindəyik.